Salam, hər vaxtınız xeyir olsun. Sizə növbəti bir sualın izahı ilə gəlmişəm. Sualımız belədir. Hansı fikir yanlışdır? Yaradıcı düşüncəyə malik olan insanlarda tənqid təfəkkür də yüksək inkişaf etməlidir. Bəli, doğru fikirdir. Ümumiyyətlə, mən həmişə müdavimlərimə təfəkkürləri keçəndə deyirəm ki, təfəkkür sadədən mürəkkəbə doğru gedir. Birinci məntiqi, sonra tənqidi, sonra isə yaradıcı. Yəni, yaradıcı təfəkkürə malik olmaq üçün tənqid təfəkkür mütləq yüksək inkişaf etməlidir. Düzgün fikirdir. B variantı. Alt standartları reallaşdırmaq üçün müəllim gündəlik planlaşmanı diqqətlə hazırlamalıdır. Bəli, doğrudur. Çünki bizim vəzifəmizdir ki, alt standartda verilmiş bilik və bacarıqlara şagirdləri çatdıraq. Ona görə də planlaşmamızı çox diqqətlə hazırlamalıyıq. Bizim bütün fəaliyyətimiz, gündəlik planlaşmada bütün fəaliyyətimiz alt standartların reallaşmasına yönəlməlidir. C variantı. Problem həll etmə bacarığı hər kəsdə inkişaf etdirilməlidir. Bu bacarıq istənilən sahədə çox vacibdir. Bəli, tamamilə doğrudur. Çünki problem həll etmə bacarığı bütün insanlara lazımdır. Çünki həyatımızda hər zaman çətinliklərimiz olur, problemlərimiz olur. Onları həll etmə bacarığı hər bir şagirddə formalaşdırılmalıdır. Çünki istənilən sahədə çox vacibdir. D variantı. Şagirdlərdə induktiv düşüncəni formalaşdırmadan da deduktiv düşüncə formalaşdırmaq mümkündür. Xeyr, bu yanlış fikirdir. Şagirdlərdə induktiv düşüncəni formalaşdırmadan deduktiv düşüncə formalaşdırmaq mümkün deyil. Niyə? Çünki induksiya daha sadə məntiqi düşüncədir. Deduksiya bir qədər mürəkkəbdir. İnduksiyada nə edirdik? Nümunələrdən ümumi anlayışa gəlirdik, düzdürmü? Deduksiyada isə əksinə, ümumi anlayışdan nümunələrə gəlirdik. Şagird kiçik yaşlarda xırda anlayışlardan böyük anlayışlara gələ bilir. Amma artıq yavaş-yavaş induksiya formalaşdıqdan sonra deduksiya formalaşa bilir. Yəni, induksiya olmadan birdən-birə deduksiyanın olması mümkün deyil. Çünki deduksiya daha dərin məntiqi düşüncədir. Ümumi bir qaydanı, ümumi bir anlayışı bilməlidir ki, şagird oradan xüsusi anlayışa gedə bilsin. Amma induksiya nisbətən sadədir. Məsələn, uşaq bilir ki, kitab nə? Kitab isimdir. Dəftər nə? Dəftər isimdir. Buradan belə bir nəticəyə gəlir ki, bütün cansız əşyalar isim olur. Bəli. Deməli, şagird induksiyadır. Görürsünüzmü? Bu daha sadə anlayışdır. Amma bir də var ki, uşaq bilir ki, əşyanın adını bildirən nitq hissəsi isimdir və oradan gəlir ki, kitab da əşyanın adını bildirir, bu da isimdir. Dəftər də əşyanın adını bildirir, bu da isimdir. Bu bir qədər daha dərin məntiqi düşüncədir. Ona görə də birinci induktiv düşüncə formalaşdırılmalıdır, daha sonra isə deduktiv düşüncə formalaşdırılmalıdır. Keçdik Y variantına. Görək Y variantına nə deyir? Düzgün cavabımız D variantıdır. Y variantına görək bizdən nə istəyir? Müəllim tapşırıqların nəticəsini təqdim etmək üçün şagird ehtiyaclarını nəzərə aldıqda inklüziyanı təmin etmiş olur. Bəli, elə inklüziyanın əsas mahiyyəti nədir? İnklüziyanın əsas mahiyyəti ondan ibarətdir ki, müəllim şagird ehtiyaclarını nəzərə alsın. Ona görə də müəllim şagird ehtiyaclarını nəzərə alırsa, demək ki, inklüziyanı nə edir? Təmin etmiş olur. Y variantımız da doğru fikirdir.